Gününüz xeyirli olsun değerli izləyicilər. Kupçasız evlərlə bağlı vacib bir məlumatımız var. Sona qədər izləyin və paylaşın bu videonu və abunə olun üstəgəli vurmaqla. Demək değerli izləyicilər, Vüqar Bayramov danışıb, deyib ki, xüsusilə pay torpaqları üzərində inşa edilən və kütləvi məskunlaşmanın olduğu ərazilərdə torpaqların statusunun dəyişdirilməsi məqsədə uyğun hesab olunur. Statın olduğu kimi diqqətinizə çatdırıram. Qeydiyyatçız evlərin sənədləşdirilməsi ilə bağlı aparılan qiymətləndirmədə əsas məqamlardan biri də məhz pay torpaqlarının üzərində inşa edilən evlərin taleyi ilə bağlıdır. Bəzi yerlərdə həmin torpaqlarda kütləvi şəkildə evlər tikilib. Praktiki olaraq həmin torpaqların pay torpağı kimi istifadə edilməsi də real görünmür. Bu baxımdan bizim təklifimiz ondan ibarətdir ki, kütləvi məskunlaşmış pay torpağı hesab olunan ərazilərdə torpağın statusunun dəyişdirilməsi və həmin evlərə çıxarışın verilməsi məqsədə uyğun olar. Deputat bildirib ki, çıxarışların verilməsi bir tərəfdən vətəndaşların mülkiyyət hüququnun rəsmən tanınmasına şərait yaradacaq. Çünki bu bir tərəfdən həmin evlərdə mülkiyyət hüququnun tanınmasına, onların çıxarışla təmin edilməsinə, digər tərəfdən isə həmin əmlakın iqtisadi sferaya cəlb edilməsinə imkan yarada bilər. Bu isə ona gətirib çıxaracaq ki, ev sahibləri əmlakdan istifadə edilməklə kredit götürə biləcək, müəyyən iqtisadi fəaliyyətlə məşğul ola biləcəklər. Eyni zamanda təbii ki, bu dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yarada bilər. Siz nə düşünürsünüz? Şərhlərdə yazın.